Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş, hal-hazırda Şəmkirdəyəm. Şəmkirdə qəhrəman şəhidlərimdən daha birinin ocağının ziyarətinə gəlmişəm. Mənim qəhrəmanım elə soyadı da Qəhrəmanov olan Qəhrəmanov Ruslan Mehmanoğludur. Oktyabrın 6-sında anadan olan qəhrəmanım 1988-ci ildə dünyaya gəlmişdir. Və mənim qəhrəmanım öz doğulduğu tarixdə, payız fəslində dünyadan köçdü. O, payızda doğulmuşdu, oktyabrın 6-sı. Oktyabrın 5-də isə şəhadətə ucaldı. İllər sonra doğum gününü cənnətdə qeyd etmək yazıldı onun qismətinə. Hal-hazırda gördüyünüz bu muzey şəhidimin min bir xəyallar qurub arzusu ilə daşıb daş üstünə min bir xoş xatirələrlə qoyduğu öz evində yaradılan muzeydir. Hansı ki, həmin evdə gözəl günləri yaşamaq qəhrəmanımıza qismət olmadı. Hal-hazırda onun əziyyətlə tikdiyi bu evdə ailə üzvləri yaşayır. Ondan bizə əmanət qalan həyat yoldaşı, 2 qızı və üzünü cəmi 15-16 gün gördüyü balaca oğlu. Yanımda isə qəhrəmanımın ailə üzvləri ilə yanaşı anası və atası da dayanır. Ömrünün 16 ilini hərbi xidmətdə vətən keşiyində keçirən Ruslanımızın atası Mehman əmi ilk Qarabağ savaşlarının canlı şahidi, canlı iştirakçısıdır. Hətta müharibə veteranı və əlildir. O savaşın ən ağır zərbələrindən birini alıb, yaralanaraq bir müddət müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb, sonuna qədər düşmənlərlə mübarizə aparıb və uzun illərini də elə müharibənin onda buraxdığı izlərlə yaşamağa məcbur olub. Bizim Ruslanımız da 44 günlük vətən müharibəsində düşmənlə sonuna qədər mübarizə aparan oğullardan birinə çevrildi. Elə bir mübarizə apardı ki, tarixi qanı ilə dəyişdi. Bugün biz Qarabağın azadlığını qeyd ediriksə, zəfərdən danışırıqsa, bu zəfərin möhrünü vuran oğullardan biri Ruslanımız da unutmamalıyıq. Bu ocaqda mənim 2 kitabım yer alıb. İllər əvvəl yazdığım Unutmadıq şəhidim, bir də bugün bu ocağa hədiyyə gətirdiyim Qəhrəman Atalar kitabım. Eyni zamanda şəhidim haqqında bir neçə şeir yazmışam, bir neçə məqalələrim mətbuatda nəşr olunub. Hətta Türkiyədə də qəhrəmanımızla bağlı yazdığım yazılar geniş yayımlanıb. İndi isə istəyirəm ki, şəhidimizin ailə üzvləri də ürəyindən keçən kəlmələri bölüşsün bizlərlə. Mehman əmi, sizdən başlayaq ilk öncə. Allah səbir dözüm versin sizə, Allah uzun ömür, can sağlığı versin. Kitabımda yazıldığı kimi qəhrəman atasız ki, övladınız da sizin kimi tarix dəyişən qəhrəmanlardan birinə çevrildi. Eşidək sizi. Əvvəla xoş gəlirsiniz. Bizim Şəmkir rayonuna çox sevindik ailəmizlə bir yerdə. Həqiqətən də 1-ci Qarabağ müharibəsinin və özüm həm iştirakçısıyam, həm əhliliyəm. Uzun müddət hərbiçi işləmişəm və 92-ci ilin oktyabrın 7-si mən yaralanmışdım. Yaralanmama baxmayaraq, sağlandan sonra mən yenə öz xidmətimi tamam elətdirib, cəbhə bölgəsi Ağdərə istiqamətində, Çıldıran, Ramon, Sırxavən istiqamətində öz döyüş əməliyyatlarında iştirak elədim. 1996-cı ildə mən xidmətdən tərxis olundum. Və bizim Ruslan həmişə oxuduğu
devirdə də, məktəbdə də vətənpərvərliyi çox sevirdi. Həmişə vətən üçün, dövlət üçün şeirlər yazırdı, körpə yaşlarından. Təsvir olsun ki, bugün bunları biz görmədik, yoxdur. Amma onun həqiqətən də 7-ci, 6-cı sinifdə şeirləri olub. Çox vətənpərvər, çox tələbkar bir evlad idi. Dərslərində də çox faal idi. Xidmətində də 2003-cü ildə Şəmşid Naxçıvan Hərbi Liseyə daxil oldu. Və orada da çox yüksək səviyyətdə xidmət elədi. Dərslərini oxudu. Sonra İdarə Levadına Hərbi Akademiya qəbul oldu. 2011-ci il oranın məzunu oldu. 2011-2012-ci ildə Səlyas Kazarmada TTM deyilən yerdə, təlim mərkəzində orada zabitlik kursunu keçdi və üstəyinatlı qüvvələrə xidmətini başladı. Ruslan xidmət elədiyi devirdə də özünə çoxlu dostlar, çoxlu yaxın insanlar tapmışdı. 2016-cı ildə aprel döyüşlərində də iştirak elədi. Həmin döyüşlərdə də fəal oldu. 2020-ci ildə sentyabrın 27-sində düşmən bizim torpaqlara hücuma başlayanda 27 sentyabrda 44 günlük müharibədə Ruslan da həmin müharibədə iştirak elədi və buradan Kəlbəcər istiqamətində hərəkətə keçmişdir. Mən ilin 9-u onun yanına getmişdim. Bizim orada həmişə bir hərbiçi kimi ata-bala yox, hərbiçi kimi də bir-birimizdən zarafat var.